İran, bir vaxt Türk imperiyaları olan Səfəvilərin, Əfşarların, Qacarların torpağı 50 ildir sanksiya altındadır. İnflyasiya 50%-ə yaxındır. Vətəndaşları küçələrdə hicab uğrunda öldürülür. Ordusu zəifləyib, regional gücü əriyir. 2026-cı ilin əvvəlində Amerika ilə açıq müharibə oldu. 111 gün. Sonra danışıqlar masasına qayıtmaq məcburiyyətində qaldı. Sual budur. Bir dövlət bu qədər sıxıntıdan necə hələ də ayaqdadır? Cavab göründüyü qədər sadə deyil. Çünki İran sağ qalır deyil. İran öz xalqını girov götürərək sağ qalır. Fərq budur. Tarixin əvvəlindən başlayaq. 1979-cu ildə Şah Pəhləvi devrildi. Yerinə Xomeyni gəldi. İran dünyaya açıq dövlət idi. Amerika ilə müttəfiq, Avropa ilə qol-qola, neft ixracatçısı, modern paytaxt. Bir gecədə hər şey dəyişdi. Qara çadıra məcbur oldu. Musiqi qadağan edildi. Qadınlar ikinci dərəcəli vətəndaşa çevrildi. Bütün bu dəyişikliklər İslam inqilabı adı altında baş verdi. Halbuki həqiqətdə bu, dindarlar tərəfindən təşkil edilmiş hakimiyyət ələ keçirilməsi idi. Din yalnız maska idi. Əsl məqsəd qürur, güc və xilafətə aparan yol. Bu gün də eyni model işləyir. İranın gerçək strategiyasını anlamaq üçün bir sözə diqqət edin. Vəkillər, yəni başqalarının əli ilə müharibə aparmaq. Hizbullah Livanda, Hutilər Yəməndə, Həşdər-Şabi İraqda, Hamas Qəzzada. Bunların hamısı İran tərəfindən maliyyələşdirilir, silahlandırılır, idarə edilir. Tehran heç vaxt birbaşa vuruşmur. Çünki birbaşa vuruşsa məhv olar. Onun əvəzinə başqalarını ölümə göndərir. Yəmənli uşaqlar ölür, Tehrandakı generallar diridir. Amma bu gün artıq çoxları diri deyil. Livanlı analar ağlayır. İran rəhbərliyi sarayda oturur. Bu vəhşi ucuz oyundur, amma 40 ildir işləyir. Niyə? Çünki dünya bu modeli qəbul etdi. Sanksiya verir, danışıqlara çağırır, danışıq pozulur, yenidən sanksiya. Tehran isə bu zaman atom proqramını davam etdirir. İqtisadiyyat tərəfinə baxaq. İranın resursları nəhəngdir. Dünyada ikinci ən böyük qaz ehtiyatı, dördüncü ən böyük neft ehtiyatı və 90 milyon əhali. Coğrafi mövqe əfsanəvi. Xəzər dənizi şimalda, Fars körfəzi cənubda, Avropa ilə Asiya arasında körpü. Yəni İran zəngin olmalı idi, amma deyil. Niyə? Çünki rejim öz pulunu vətəndaşa deyil, vəkil qruplarına xərcləyir. Hizbullaha ildə 700 milyon dollar göndərir. Hamasa milyardlar. Hutilərə silah və mütəxəssis. Eyni vaxtda inflyasiya rekord həddə 48%-ə çatıb. Dollar bazarda 1 milyon riyala bərabərdir. Vətəndaş xəstədir. Rejim isə dünyanı yenidən qurmaq xəyalı ilə yaşayır. Üstəlik İran ən qəribə dövlət modelidir. Adı respublikadır, amma seçkilər yoxdur. Konstitusiya var, amma onun üstündə bir ali din lideri var. Parlament işləyir, amma onun qərarlarını Mühafizəkarlar Şurası ləğv edə bilər. Yəni hər şey demokratiya kimi görünür, amma demokratiya yoxdur. Bu sistemin adı teokratik diktaturadır. Bütün gücü ali lider Xameneyi tuturdu. 86 yaşında, xəstə, amma hələ də qərar verən. Bu Sovet İttifaqının son dövrünə bənzəyir. Bir nəfər ölür, sistem dağılır. İran da yaxınlaşır. Amma əsl maraqlı tərəfi İranın gizli hesablamasıdır. Onların məqsədi başqadır. Vaxt qazanmaq. Hər il yaşamaq, atom bombasına bir addım yaxınlaşmaq deməkdir. Amerikan kəşfiyyatına görə İran artıq atom bombası hazırlamağa cəmi bir neçə ay qalıb. Niyə bombası lazımdır? Çünki bomba olan dövləti heç kim devirə bilmir. Şimali Koreyanı düşünün. Dünyanın ən bağlı, ən kasıb dövlətidir. Amma heç kim ona toxunmur. Çünki nüvə silahı var. İran həmin modeli istəyir. Bombadan sonra hər şey edə bilər. Qadınları çadıraya bağlamaq, vətəndaşları öldürmək, qonşuları təhdid etmək. Çünki dünya susmağa məcbur olacaq. Burada Azərbaycanı da düşünmək lazımdır. İran bizim cənub qonşumuzdur. 700 kilometrlik sərhədimiz var. Onlar bizdə yaşayan 40 milyon Azərbaycanlını etnik Azərbaycanlı yox, Azəri Fars adlandırırlar. Yəni bizim millətimizi belə tanımırlar. 44 günlük müharibədə hansı tərəfdə dayandılar? Erməni tərəfində. Ermənistana niyə yardım etdilər? Çünki Azərbaycan ola bilsin, gücləndikcə Cənubi Azərbaycanı yadına salar. Onlar bundan qorxurlar. Yəni İran bizim üçün də açıq düşməndir. Sadəcə bunu hələ rəsmi şəkildə deməyiblər. Hər iki tərəf ehtiyatda oynayır. Maraqlıdır, elə deyilmi? Tarixin böyük imperiyası bu gün özünü öz xalqına qarşı silah kimi istifadə edir. Modern texnologiyaları olan ölkə vətəndaşlarını orta əsrlərin qaydaları ilə yaşatmağa məcbur edir. Resursları nəhəng olan dövlət xalqını aç saxlayır. Bu sistemin sonu necə bitəcək? Tarix bir şey deyir. Bütün rejimlər ölür. Sovet İttifaqı öldü. Şah Pəhləvi öldü. Səddam Hüseyn öldü. Qaddafi öldü. Əsəd əslində öldü. İran rejimi də öləcək. Sual yalnız budur. Nə vaxt və hansı qiymətə? Bura pərdə arxasıdır. İzləmədə qal.